Salam əzizləyicilər, xoş gördüksünüz yenidən mənim kanalımda. Mən coğrafiya müəlliminiz Tural Hoca. Bu videoda sizə Afrika materikinin coğrafi mövqeyi, faydalı qazıntıları, geoloji quruluşu və relyefi barəsində əsas vacib olan məlumatları çatdıracağım və dediklərimi xəritə üzərində həm də göstərmiş olacağım. Beləliklə siz 15-20 dəqiqə ərzində bu videoya baxmaqla nə əldə edəcəksiniz? İmtahanda Afrika materikinə dair hansı ki onun sadaladığım punktlar üzrə düşə biləcək sualları cevablaya biləcək minimum biliklərə sahib olacaqsınız. Başladıq. Deməli, Afrika materikinə baxanda biz ilk öncə nə görəcəyik? Burada bunun fizik xəritəsinin üzərində təhlillər aparacağıq. Ona görə də gəlin, hansı punktlar üzrə öyrənəcəksə o punktları açağın və daha doğrusu yazağın. Sonra o punktlar üzrə araşdırmamıza, izahımıza başlayalım. Deməli, ilk öncə başlayırıq Afrika materikinin coğrafi mövqeyindən. Coğrafi mövqeydə nə var? Yarımkürə. Afrika materiki hansı yarımkürələrdə yerləşir? Gəlin baxaq. İlk öncə deyin görüm hələ Mənə deyin görüm hələ yarımkürələrin müəyyən xəttlər hansıları idi? Ekvator, Greenwich meridianı və 180 dərəcəlik meridian. Ekvator varmı burada? Görürük, ekvator burada neyinir? Keçir burada. Ekvator bu materiki kəsdiyinə görə bu materikin müəyyən hissəsi şimal, ekvatordan aşağıda qalan hissəsi isə nədir? Cənub yarımkürəsindədir. Deməli, Afrika həm şimal, həm də cənubdadır. Bəs 180 yaxud 0-cı meridiandan hansı kəsir bunu? 0-cı meridian, yaxud Greenwich meridianı, yaxud başlanğıc meridian. Bunu kəsir. Greenwich meridianından sağ tərəfi olur şərq yarımkürəsi, Greenwich meridianından sol tərəfi olur qərb yarımkürəsi. Deməli, Afrikaya baxsaq, həm şərqə düşən hissəsi var, həm də qərbə düşən hissəsi var. Bu xüsusiyyətinə görə Afrika yeganə materikdir ki, 4 yarımkürəyə düşür. Həm şimala, həm cənuba, həm şərqə, həm də qərbə. Belə bir ikinci materik varmı? Yoxdur. Düzdür, Avrasiya materikinin ətrafında olan adalarla bərabər 4 yarımkürədə yerləşdiyini deyirik. Amma Afrika materiki adalarsız, özü bütövlükdə 4 yarımkürəyə düşür. Okey, bunu yadımızda saxlayırıq. Deməli, Afrika neçə yarımkürədə yerləşdi? 4 yarımkürə. Qeyd eləyək. İkinci, nəyə baxırıq? Hansı işıqlanma qurşaqlarına düşür? İşıqlanma qurşaqları. Düzdür, işıqlanma qurşağı coğrafi mövqeyin içərisində o qədər də öyrənilmir. Amma bunu da öyrənməkdə bir fayda var. Afrika ərazisindən şimal tropiki keçir, cənub tropiki də keçir. Baxaq, işıqlanma qurşaqları hansıları idi? Bir tropikimiz var idi, 2 mülayimimiz, 2 dənə qütbümüz var idi. İndi 5 işıqlanma qurşağımız varsa, bunların sərhədləri nə müəyyən edirdi? Tropik xəttləri və qütb dairələri. Əgər hər hansı bir ərazini tropik, yaxud qütb dairəsi kəsirdisə, deməli bir hissəsi bir işıqlanma qurşağına, digər hissəsi başqa bir işıqlanma qurşağına düşürdü. Burada isə şimal tropiki kəsir, cənub tropiki kəsir. Tropik kəsirsə bunun 100% tropik işıqlanma qurşağındadır, digər tərəfi mülayim işıqlanma qurşağındadır. Eyni qayda ilə cənubdakı tropikdə kəsdiyinə görə cənubda qalan hissəsi, yəni cənub tropikindən daha cənubda qalan hissəsi mülayim işıqlanma qurşağında yerləşir. Deməli, Afrika materiki neçə işıqlanma qurşağındadır? 3. Bax, qarışdırmayın, 2 yox, 3. Çünki şimal mülayim, tropik və cənub mülayim işıqlanma qurşaqlarında yerləşmiş olur. Qeyd eləyək, hansı işıqlanma qurşaqlarında olacaq? 3. Hansılardır? Şimal mülayim, cənub mülayim və tropik işıqlanma qurşağı. Yaxud bunu biraz da belə deyək də vizual olsun deyə belə də yaza bilərik. Şimal mülayim, tropik və cənub mülayim. Okey. Sonra baxaq hansı okean ilə əhatə olunub. Okeana baxaq, Afrika materikinin sahillərini hansı okean suları yuyur? Diqqətlə baxsaq, bu tərəfdə biz Atlantik okeanı, şərq tərəfdən isə Hind okeanını görmüş olacağıq. Deməli, Afrika materikinin sahillərini 2 okean suları yuyur. Hansılardır? Şərq hissədə qırmızı dəniz, yəni Hind okeanına aiddir və Hind okeanı, qərb hissədə Atlantik okeanı, şimal hissədə isə Atlantik okeanının dənizi olan Aralıq dənizi. 2 okean, Atlantik, Hind. Şimal hissəsində gördüyümüz, baxın burada Aralıq dənizi Atlantik okeanına aiddir və o Cəbəlü Tariq boğazı vasitəsilə Atlantik okeanına birləşir. Digər burada gördüyümüz qırmızı dəniz isə Hind okeanına aiddir və Babil-Məndəb boğazı var burada. Həmin o boğaz vasitəsilə Hind okeanına aiddir.
Deməli, daha doğrusu birləşir. Okeanını bildik mi? Məncə bildik. Şərqdə Hind okeanı, qərbdə və şimalda isə Atlantik okeanı. Sonra baxaq hansı materikə yaxın yerləşir? Afrika materiki ən yaxın yerləşdiyi materik Avrasiyadır. Avrasiya ilə onu birləşdirən Süveyş bərzəxidir. Avrasiya ilə onu ayıran Babil-Məndəb və Cəbəl-Tariq boğazlarıdır ki, bayaq bunları dedim. Hansı su hövzələrini birləşdirirlər? Amma dəqiq bilirik ki, Cəbəl-Tariq burada Pirine yarımadası, yəni Avropa ilə Afrikanı ayırır. Babil-Məndəb boğazı da burada Ərəbistan yarımadası ilə Afrikanı ayırır. Həm də Ərəbistan yarımadası Asiyaya aiddir. Bütövlükdə bunlar hamısı Avrasiyaya aiddir. Yəni Avrasiya materiki ilə Afrikanı ayıran boğazlar hansılardır? Cəbəl-Tariq boğazı və Babil-Məndəb boğazı. Bəs onların arasında olan dənizlər hansılardır? Araq dənizi və Qırmızı dəniz. Bunlar Afrika ilə Avrasiya arasında yerləşən dənizlərdir. Afrika ilə Avrasiyanın arasında quru əlaqə var. Bu Süveyş bərzəxi ilə mümkündür. Süveyş bərzəxi gördüyünüz bu ərazidədir. Süveyş bərzəxi Misirin ərazisinə düşür. Misir hərəminin ərazidən bir kanal var, Süveyş kanalı. O kanal vasitəsilə Araq dənizindən Qırmızı dənizə, dolayısıyla ondan Atlantik okeanından Hind okeanına daha qısa su yolu vardır. İndi baxaq, başqa nə əlavə eləyək bu coğrafi mövqeyin içərisində öyrənək? Deməli, yarımkürələr, işıqlanma, okean və materiklər, hansı litosfer tavaları, litosfer tavasına da bir dənə baxaq. Hansı litosfer tavasının üzərindədir? Diqqətlə baxağın litosfer tavalarına. Görürük burada litosfer tavalarını biz. Deməli, diqqətlə baxağın Afrikaya. Bizim bildiyimiz Afrika hardadır? Bax, bu gördüyümüz Afrika materikidir. Hal-hazırda öyrənirik biz bunu. Düzdürmü? Görürsünüz Afrika materikini. Amma Afrika litosfer tavası yalnız burada deyil. Həmin o Afrika litosfer tavası görürsünüzmü? Aralara qədər gedib çıxır. Cənubi Amerikaya, Şimali Amerikaya, Antarktidaya, hətta Hind-Avstraliyaya qədər gedib çıxır. Okey. Deməli, Afrika litosfer tavası bir hissəsi, hansı ki, bax, burada gördüyünüz bu hissələr, okean yazdığım hissələr, okean tipli materik, daha doğrusu okean tipli yer qabına sahibdir. Bax, burada gördüyünüz hissə isə Afrika materikinin özünün yerləşdiyi hissə və biraz da onun suyun altına, belə deyək, davam edəyin biraz yaxın hissələri nə olacaq? Materik tipli yer qabında. Materik tipli yer qabının okean tipli yer qabından əsas fərqi nə idi? Onda qranit qatı var idi. Ona görə nədir? Çökmə qranit bazalt olduğuna görə daha hündürdür. Amma okean tipli yer qabında qranit qatı yoxdur deyə, yalnız çökmə və bazalt var və bu zaman nə olur? Hündürlük aşağı düşür deyə həmin əraziləri su ilə örtülmüş görürük biz. Deməli, Afrika litosfer tavası əslində bizim bildiyimiz Afrika materikindən daha böyük və daha geniş ərazini əhatə edir. Bəs baxaq, Afrika litosfer tavasının qonşuları hansılardır? Afrika litosfer tavasının qonşuları Şimali Amerika, Cənubi Amerika, Antarktida, Hind, Avstraliya, Ərəbistan və Avrasiyadır. İndi baxaq, Afrika Cənubi Amerikadan və Şimali Amerikadan əslində ayrılır. Antarktidadan da ayrılır. Hind, Avstraliyadan da bir şəkildə ayrılır. Daha doğrusu Hind, Avstraliya bundan ayrılıb gedir. Bundan ayrılan başqa bir şey də Ərəbistan litosfer tavasıdır. Ərəbistan da Afrikadan qopur. Nəticədə onların arasında nə yaranır? Qırmızı dəniz. Amma Afrika bir yerdə Avrasiya ilə nə edir? Toqquşur. Həmin o toqquşmada Alp-Himalay geosinkronunun qərb hissəsi, yəni Atlas dağları, sonra Əndəlüs, Piriney, Alp, Siciliya adası, ondan sonra Krit və yaxud burada Balkan, Dinar, Pontar, bu kimi ərazilər nə olur? Yaranmış olur. Baxaq bura. Deməli, coğrafi mövqeyinə nəyə baxdıq? Yarım kürələrinə baxdıq, işıqlanma qurşaqlarına baxdıq. Hansı okeanda, belə deyək, daha doğrusu ətrafında hansı okeanlar var, hansı materiklər var, hansı litosfer tavasıdır. Bəs başqa nəyə baxacağıq? Ən əsas olan vacib məqamlardan biri. Ucqar nöqtə. Hər bir materik kimi Afrikanın da 4 ucqar nöqtəsi var. Hansılardır? Şimalda, cənubda, şərqdə və qərbdə. İndi gəlin baxalım. Deməli, yenə təzədən qayıdalım fiziki coğrafi xəritəsinə. Afrikanın fiziki coğrafi xəritəsində biz daha aydın görə biləcəyik. Baxırıq. Afrikanın ucqar nöqtələri şimalda Tunisə düşür, bura.
Bensekka burnu. Şimalda Bensekka'dır. Bensekka Tunisə düşür. Başqa bir də orada belə deyək ad olan Ələbiyad adından da istifadə edə bilərik. Bensekka Tunisə düşür. İqlim kimi Aralıq dənizi, subtropikin Aralıq dənizidir. Aralıq dənizi sahilindədir. Qışı mülayim yağıntılı, yayı isti quru keçə bilir. Ucqar cənubu İynəburnu da bax buradadır. Cara düşür. Yəni Cənubi Afrika Respublikasına düşür. Həmin o İynəburnu həm də deməli Atlantik Okeanı ilə Hind Okeanı arasında o sərhədin başlanğıcıdır və İynəburnu da burada Bensekkaya kimi o da Aralıq dənizində, yəni Cənub yarımkürəsinin subtropikinin Aralıq dənizində düşür, amma o bizdən fərqli olaraq onların yay ayları dekabr, yanvar, fevral olacaq, qış ayları iyun, iyul, avqust ayları olacaq. Yəni onların yağıntıları dekabr, yanvar, fevral aylarında yox, iyun, iyul, avqust aylarında düşəcək. Ucqar şərqi Rasxafın burnudur. Somali yarımadasına, elə Somali ölkəsinə düşür. Ucqar qərbi isə burada Almadi burnudur. Almadi burnu Senegala düşür. Hər ikisi şimal subekvatorialına uyğun gəlir. Beləliklə biz Afrika materikini öyrənəcəyimiz punktlardan biri olan coğrafi mövqe punktunu öyrəndik. Ümid edirəm ki, öyrəndik. İkinci nəyə baxacağıq? Geoloji quruluşa. Afrika materikinin geoloji quruluşu o qədər də mürəkkəb deyil. Niyə? Çünki Afrika materikinin geoloji quruluşuna baxanda daha çox hissəsinin nə olduğunu görəcəyik? Platforma. Afrika materikinin geoloji quruluşu burada daha aydın görünə bilər. Baxalım. Yəqin ki, görürük. Biraz böyüdək. Afrikanı daha mərkəzə gətirək. Bundan o tərəfə alınmır. Tamam. Afrika materikinin geoloji quruluşunda nə görürük? Baxın, burada bu ərazidə nə dağları var? Atlas dağları var. Həmin o Atlas dağları nəyə düşəcək? Yeni qırışıq zonaya. Deməli, Afrikanın geoloji quruluşunda əsas diqqət çəkən nə var? Yeni qırışıq. Hara düşür o? Atlas dağlarına. Afrikanın geoloji quruluşunda başqa nə görə bilərik? Afrikanın geoloji quruluşunda demək olar ki, qalan hər yer qədim qırışıq, ən qədim qırışıq və platformadır. Düzdür, burada biraz, bax bu hissədə biraz Kap əjdaha dağları var. Onlar qədim qırışıq yox, ən qədim qırışığa düşürlər. Düzdür, dağ olaraq qədim qırışıq olmalılar. Yəni paleozoyda yaranırlar, Kaledon Hersində. Amma geoloji quruluş olaraq biz Afrikanın bütün qalan hissəsini nə götürəcəyik? Afrikanın bütün qalan hissəsini platforma götürəcəyik. Yəni burada platforma arxi, bir də ən qədim qırışıq ola bilər, Baykala nəsə düşə bilər. Amma bir də burada bir məqam var. Qırmızı dənizdən başlayaraq, burada deməli nə gedir onun adı? Nyasa, Tanganika gölləri boyunca Afrika sınma zonası var. Burada artıq geosinknaldır deyə bilərik. Yəni burada yerləşən ərazilər əslində geosinknalda yerləşmiş olurlar. Yəni bir növdə yeni qırışıq kimi götürülə bilər. Ona görə də əsasən Atlası yeni qırışıq kimi götürürük, qalan Afrikanı platforma götürürük. Bir də deyirik ki, Şərqi Afrika ilə Efiopiya yaylası geosinknala düşür. Bu da nə demək olur? Bu da həmin ərazilər yeni qırışıqdır deyə bilərik. Düşünürəm. Tamam. Afrikanın qalan hissəsində nə yazaq? Platforma, amma istisna var. Harada həmin istisnalar? Şərqi Afrika və Efiopiya. Bu yaylalar geosinknala düşür. Yəni platforma deyil onlar. Faydalı qazıntılar. Faydalı qazıntılarına baxaq Afrikanın. Deməli, faydalı qazıntılarından çox şey var. Afrikada faydalı qazıntılarla zəngindir, 100% deyə bilərik. Afrikada faydalı qazların çox şey var burada. Neft var, qızıl var, boksit var, daş kömür var, ondan sonra dəmir var, fosforit var, mis var. Yəni bunların var deyə, var xəttində demirəm, həddən artıq böyük ehtiyatları var deyə deyirəm. Məsələn, fosforit var burada. Fosforit. Fosforitin işarəsi nətər idi? Belə dairə, içində belə ağ, qalan hissəsi nə idi? Qara. Düzdürmü? Fosforit hardadır? Fosforit Atlas dağlarında. Baxın burada. Biraz qaydaq biz fiziki xəritəmizə. Fizik xəritədə onu daha aydın biz görəcəyik. Qayıtdıq.
Tamam. Baxaq. Deməli, bunları silək, bizə artıq bir şəkildə lazım deyirlər. Baxırıq, nəyə? Atlas dağlarına baxmış oluruq indi. Atlas dağları hardadır? Atlas dağları Afrikanın şimal-qərbində, baxın buradadır. Həmin o ərazidə nə görürük biz? Fosforit. Mərakeşə düşür daha böyük ehtiyatları. Dünyada olan fosforitin böyük bir hissəsi buradadır. İkinci, neft. Afrikanın əsasən iki hissəsi neftlə zəngindir. Bir, Şimali Afrika çökmə hissəsi bax burada. Bir də Nigeriya dediyimiz ərazidə və yaxud Qvineya körfəzi adlanan, belə deyək, Qvineya körfəzinin bax bu hissəsində nə olacaq? Neftlə zənginliyi biz görəcəyik. Deməli, Şimali Afrika, Əlcəzair və Liviya olmaqla neftlə, qazla zəngindir. Qvineya körfəzi sahillərində isə Nigeriya və Gabon neftlə, qazla zəngindir. Sonra nəyə baxa bilərik? Yəni, neftin də işarəsini yəqin ki, bilirsiniz də, bərabər yanlı, qara üçbucaqdır. Mis var Afrikada. Mən çalışacağım ki, daha vacib, belə deyək, imtahana düşə bilən faydalı qazıntıları deyim sizə. Baxırıq misə. Misin işarəsini biz harada görürük? Mərkəzi Afrikada. Bura nə gedir? Mərkəzi Afrika. Kitabda da var. Mərkəzi Afrikada amma hansı ölkələrə düşür daha çox? Kongo və Zambiya ölkələrinə düşür. Dünyada əsas mis qurşağı Ant dağlarıdır, Cənubi Amerikada. Amma burada ikinci mis qurşağı var, Mərkəzi Afrika. Hansı ölkələrə düşəcək? Kongo və Zambiyaya. Okey, növbəti nə deyək buna? Biz dəmir deyək. Dəmirlə neftin işarəsi bir-birinə oxşuyur, amma dəmir bərabər tərəfli qara üçbucaqdır. Dəmir Afrikada əsasən Qərbi Afrikada olacaq burada. Bir də burada Mavritaniyaya düşür. Burada da Liberiyaya düşür. Liberiya və Mavritaniya Qərbi Afrikadadır. Sonra baxaq, bu dəmir həm də carda da ola bilər, ha? Onu unutmayın. Daha doğrusu carda da olacaq. Sonra baxaq, qızıl. Qızıl Afrikanın əsasən Cənubi Afrika Respublikasında cəmlənir. Amma Qərbi Afrikada da biz qızıl görə bilərik. Yəni, Qərbi Afrikada da qızıl vardır. Amma daha çox qızıl ehtiyatları hardadır? Cənubi Afrika Respublikasındadır. Sonra biz baxaq oradan nə əlavə edək? Boksit. Boksit nə idi? Paltar yuyan maşının işarəsinə oxşuyur. Belə qara dördbucaq. Düzdürmü? Qara dördbucaq içərisində isə ağ var. Boksit daha çox Qərbi Afrikada buradadır. Bir də buradadır. Daha çox ölkə olaraq Qvineyaya düşəcək. Qvineya. Gələk başqa hansı faydalı qazıntıdan sizə biraz məlumat verək. Daş kömür. Daş kömür var burada. Daş kömür nə idi? Qara kvadrat. Daş kömür daha çox Cənubi Afrika Respublikasında bax bu hissəyə düşəcək. Başqa nə deyə bilərik? Almaz var. Almazı var. Almaz hardadır? Carda. Ondan sonra burada Namibiya sahillərində olacaq. Sonra boksitdən danışdıq. Uran. Car çox zəngindir uranla. Əsasən bunlar. Yəni bu qədər faydalı qazıntını bilsəniz, bir şəkildə sizə kömək etmiş olacaq. Deməli biz Afrika materikindən coğrafi mövqeyə toxunduq. Coğrafi mövqeyin içərisində yarım kürələrə, işıqlanma quşaqlarına hansı get deməyə bilərdi. İşıqlanmanı və litosferi və okean materiki, uzqar nöqtələrini deməli idi. Amma bu ikisini özümüz əlavə elədik. Litosfer tavası və işıqlanma quşağı. Amma olsun. Bilirik bunlarda artıq geoloji quruluşu, yəni suxurların yaşının hansı qırışıqlıqdır, hansı mərhələdir, hansı platformadır bildik. Faydalı qazıntıların işarəsi, yeri və ölkələrin adını bildik. İndi gəlirik nəyə? Əsas məqama. Relyef. Afrikanın relyefi. Onu biləsiniz ki, Afrika materiki özü iki hissəyə bölünür. Görürsünüzmü? Elə buradan da baxanda bilmək olur. Alçaq Afrika, yüksək Afrika. Yüksək Afrikada əsasən hündür yaylalar və burada 2 dənə dağ var. Alçaq Afrikada isə əsasən yayla ola bilər, amma düzənlikdir. Yəni çox da hündür deyil. Afrika materikində biz nə görəcəyik? Dağ görə bilərik, düzənlik görə bilərik. Düzən, dağ. Düzənliklərimizdə nə ola bilər? Ya ovalıq, ya da yayla. Burada ovalıq o qədər də çox deyil. Əsasən ovalıqlar çay adları iləndir. Məsələn, Nil vadisi.
Niger vadisi, Senegal vadisi, Kongo çökəkliyi. Bunlar nə olmuş olur? Afrikanın əsas nəyi olmuş olur? O balıqları. Çalışın. Mən çəkdikcə yerlərini də bilərsiniz. Nil, Niger, Senegal, ondan sonra bir də Kongo çökəkliyi. Okey. Bax, bura olacaq Nil, bura olacaq Kongo, bura olacaq Niger, burada olacaq Senegal. Aha. Davam eləyək. O vaxtların bildikdən Nil idi. Nil, Senegal, sonra Niger, bunların vadiləri, bir də Kongo nəyi olacaq? Kongo çökəkliyi. Yayladan nə var? Yaylalar Əhəqqər, Tibesti, Darfur, bir də nə olacaq? Efiopiya, Şərqi Afrika. Bir də burada nə ola bilər? Jos platosu. Nəysə. Gəlin baxalım. Əhəqqər, Tibesti, Darfur. Bax, görürsünüzmü? Yerini necə tapacaqsınız? Burada 0-cı meridian və 23.5 dərəcə şimal enliyi. Yəni şimal tropiki. Bunların ikisinin kəsişməsindən biraz sağa doğru nə olur? Əhəqqər yaylası. Əhəqqər yaylasından 45 dərəcə azimutla təxminən olur nə? Tibesti. Yəni bu Əhəqqərdir, bu Tibestidir. Bundan da biraz 45 dərəcə deməyək, 135 dərəcə. 135 dərəcə, yəni əslində bayaqlar mən 135 deməlidim, 45 dedim. Texnikidir, elbi yoxdur. İndi Tibestidən də biraz 135 dərəcə cənub-şərqə doğru getsək, nə olacaq? Darfur. Adını Marra da deyə bilərlər bunu. Əhəqqər, Tibesti, Darfur. Əhəqqər, Tibesti, Darfur yayladır, amma bura böyük səhraya düşür. Burada çox güclü fiziki aşınmalar gedir. Həmin o aşınmaların hesabına süxurlar parçalanır, quma çevrilir. Nəticədə külək onları bir yerdən başqa yerə sovurub, ya duyun, ya barxan, ya da qum tirələri yaradır. Eksogen proseslərdən küləyi burada biz görəcəyik. Həmin o küləyin dağıcı fəaliyyəti nə adlanır? Defiliasiya. Defiliasiyanın nəticəsi kimi nə görəcəyik biz bu yaylalarda? Şahid dağları. Eol relyef formaları da ola bilər. Yəni küləyin yaradıcı relyef formaları. Onlar isə bayaqlar adını çəkdiyim barxan, duyun və qum tirələridir. İkinci, üçüncü dedi və sonraki yayla hansı idi? Efiopiya yaylası. Və sonra birisi hansı idi? Şərqi Afrika yaylası. Diqqətlə baxırıq, bayaqlar dedi ki, qırmızı dənizdən hara doğru? Zambiz çayına doğru bir dənə çat gedir. Şərqi Afrika sınması. Həmin o çat boyunca qrabenlər var. Həmin o qrabenlərə su dolub yaradıb Tanganika, Nyasa, Rudolf Kim gölləri. Həmin o qrabenlərində sağında solunda hündürə qalxmış horstlar var. Onlardan da ən məşhur hansıdır? Ruven, Zori, Horstdur. Tamam. Bir də burada nəyimiz var bizim? Jos platomuz var. Jos platosu da, yəni ümumiyyətlə plato nəyə deyilirdi? Səthi hamar olan yaylalara deyilirdi. Həmin o Jos platosu da buradadır. Bəs dağlarından nə var Afrikada? Afrikanın Cavan dağı var. Bir də Qoca dağı var. Qoca. Cavan dağı bir dənə Atlasdır. Atlas. Ən hündür zirvəsi Tupkal. Tupkalın hündürlüyü isə deməli 4165 metrdir. Baxaq, Tupkal hardadır? Ümumiyyətlə Atlas hardadır? Atlas buradadır. Əzizləyicilər. Görürsünüzmü? Bu boyda bir ərazi Atlasdır. Əsasən Mərakeşə düşür. Biraz Əlcəzairə düşür. Hətta Tunisə qədər neyləyə bilir? Gedib çıxa bilir. Deməli, əsasən Mərakeş, Əlcəzair, biraz da Tunis. Bir də Atlasın özəlliyi nədir? Atlası 0-cı meridian kəsdiyinə görə Atlas 3 yarım kürəyə düşür. Atlas dağları Alp qırışıqlığında Kaynazo erasında yaranıb. Atlas dağları Alp Himalay dağlıq qurşağının ən qərb hissəsidir. Atlas dağları Afrika ilə Avrasiyanın toqquşma zonasındadır. Atlas dağlarında dünyada olan ən böyük fosforit yataqlarından biri yerləşir və sair bu siyahını uzatmaq olar. Keçirik nəyə? Qoca dağlarına. Kap dağı var bunun. Əjdaha dağı var. Əjdaha dağının başqa adı Dragondur. Yəqin ki, İngiliscədən tərcümədə. Daha çox Dragon kimi istifadə olunur. Haradadır o əjdaha və Kap dağları? Baxın burada. Kap dağlarıdır. Burada isə
Əjdaha dağlarıdır. Kap dağlarının təxminən hündürlüyü 2500-dən biraz çox götürür. Əjdaha dağlarının hündürlüyü isə 3500-dən biraz az. Yəni 3482-dir. Amma siz məsələn da ki, tam rəqəmlə yazı sallamayın da, eləcə 3500-dən biraz az, 2500-dən biraz çox. Bu dağlar qocalmış dağlardır. Bu dağlar əslən Paleozo erası yaşlı dağlardır. Kaledon Hersin dağı əmələ gəlmə mərhələsində yaranıblar. Əsasən Kap dağı tamamilə düşür cara. Amma əjdaha dağları orada başqa, orada Lesotho, Eswatini və biraz da fərqli ölkələrə düşə bilər. İndi baxaq biz burada nəyə? Bu dağlar qocalıb deyə zirvələri dağılıb, uçulub və bu dağlar belə deyək də, həm də kristallik növrənin səthə yaxın yerləşməsi səbəbindən bu dağlar maqmatik mənşəli faydalı qazıntılarla çox zəngindir. Ona görə də ən çox bundan kim qazanır? Car müxtəlif faydalı qazıntıları çıxarmaqla. Beləliklə, mən Tural hocam Afrika materikinin coğrafi mövqeyini, geoloji quruluşunu, faydalı qazıntıları və relyefini bacardığım qədər sizə asan, başa düşülən bir dildə çatdırmağa çalışdım. Ümid edirəm ki, bunu müəyyən qədər bacardım. Mümkün qədər videolara baxdıqda qeydlər götürməyi unutmayın. Qeydlər götürün, bacarsız qarşınıza xəritə qoyun, kontur xəritədə qoyun və mənim xəritədə qeyd elədiklərimi siz də dərhal ora köçürün. Beləliklə siz imtahan nəticənizi daha da yüksəldə bilərsiniz. Mən daha bir videonu sizə izah etdim. Növbəti videolarda görüşmək ümidindən sağollaşıram. Sağ olun, salamat qalın.